Salam hörmətli müəllimlər, sizinlə yenə də mən Ömər Adil Məmmədli. MİQ rubrikasından video çəkilişlərimiz davam edir. Müəllimlərin işə qəbulu müsabiqəsinə hazırlaşanlar üçün yazdığımız model testlər kitabının funksiyalarının törəməsi bölməsindən bir neçə suala baxırıq. Tez-tez MİQ-ə hazırlaşanlara belə suallar təqdim olunur. Fx bərabərdir x kvadrat minus modulda x. Yəni, mürəkkəb funksiyaların böhran nöqtələrinin sayının tapılması ilə bağlı. Düsturla verilmiş funksiyanın böhran nöqtələrinin sayını necə tapmaq olar? İmtahan üçün belə etmək olar. Nə deməkdir böhran nöqtə? Funksiyanın törəməsinin olmadığı və ya törəmənin sıfıra bərabər olduğu, söhbət törəməsinin olmadığı deyəndə sonlu törəmə varsa biz deyirik funksiyanın törəməsi var da. Funksiyanın törəməsi sonsuzluğa bərabərdirsə biz sayırıq ki, törəmə yoxdur. Deməli, funksiyanın törəməsinin olmadığı və ya sıfıra bərabər olduğu daxili nöqtələrə böhran nöqtələr deyilir. Burada təyin olmasını mənfi sonsuzluq, müsbət sonsuzluqdur deyə təyin olmasının ixtiyari nöqtəsi daxili nöqtədir. Və beləliklə, birinci, törəmənin olmadığı nöqtələr necə tapılır? Necə ki, fx bərabərdir, modul x funksiyasının x bərabərdir sıfır nöqtəsində törəməsi yoxdur. Yəni, modulun daxilinin sıfıra çevrildiyi nöqtədə törəmə yoxdur. Eləcə də, bunun isbatı çox sadədir. Özünüz isbat edə bilərsiniz və yaxud da bizim model testlər kitabında törəmə bölməsinin qısa nəzəri məlumatlardan bunun isbatı var, buradan baxa bilərsiniz. Eləcə də, bu funksiyanın da harada törəməsi yoxdur? Modulun daxilindəki ifadənin sıfıra çevrildiyi nöqtələrdə törəməsi yoxdur. Bəs nə zaman sıfıra çevrilir modulun daxilindəki ifadə? Sıfır nöqtəsində və bir də bir nöqtəsində. Beləliklə, bu funksiyanın iki nöqtədə törəməsi yoxdur və deməli 0 və 1 bu funksiyanın böhran nöqtələridir. Yəni, törəmənin olmadığı nöqtələrdir. İkinci, bəs törəmənin sıfıra bərabər olduğu nöqtələr yoxdurmu? İsbat eləmək olur ki, modulun daxilindəki ifadənin törəməsinin sıfıra bərabər olduğu yer ikinci böhran nöqtədir. Buradan 2x minus 1 bərabərdir 0, x bərabərdir 2-də 1 alırsınız. İspat etmək olar ki, x bərabərdir 2-də 1 nöqtəsində törəmə var və 0-a bərabərdir. Və beləliklə bu funksiyanın 3 böhran nöqtəsi var. Məsələn, istəsəz bunu analitik üsullarla, törəmənin tərifindən istifadə edərək də ispat edə bilərsiniz. Amma qrafik üsulla çox rahatdır. Məsələn, y bərabərdir x kvadrat minus x funksiyasının qrafikini qursaq, bu funksiyanın 2 sıfırı var, 0 və 1, 0-da və 1-də, deməli 0 və 1 nöqtələri funksiyanın sıfırlarıdır. Qrafik aksiomunun 0 və 1 nöqtələrində kəsir. Modul y bərabərdir x kvadrat minus x funksiyasının qrafiki. Əgər biz modulu bulmaq istəsək, grafikin aksiomundan aşağıda qalan hissəsini simmetrik olaraq yuxarı çeviririk və nəticədə alırıq, bax, bizə verilən funksiyanın grafikini. Qrafik üsulla da siz bilməlisiniz ki, funksiyanın hansı nöqtələri böhran nöqtələridir. Baxın, grafikin hər bir MİQ-ə hazırlaşan müəllim, bax, grafikdən bilməlidir ki, funksiyanın hansı nöqtələri onun böhran nöqtələridir. 0 və 1 nöqtələri böhran nöqtələridir, özdə hər ikisi minimum nöqtədir və buradakı nöqtə bilirsiniz 2-də 1 nöqtəsidir. 2-də 1 nöqtəsində isə toxunan çəkmək olur və toxunan varsa törəmə var, toxunan yoxdursa törəmə yoxdur. Toxunan var və aksis oxuna paralel edirsə, deməli həmin nöqtədə törəmə sıfıra bərabərdir. Biz sivri nöqtələrdə bilirsiniz də funksiyanın grafikinə toxunan çəkmək olmur. Toxunan yoxdursa, deməli törəmə də yoxdur. Beləliklə 0, 2-də 1 və 1 nöqtələri bu funksiyanın böhran nöqtələridir. Məsələn, istəyərəm ki, siz bu misaldan sonra bizim həmin model testlər kitabından 2 funksiyanın böhran nöqtələrini tapasınız. Misal üçün, x kubu minus 6x funksiyasının böhran nöqtələrinin sayını tapıb, hansılar törəmənin olmadığı nöqtələrdir, hansılar isə törəmənin sıfıra bərabər olduğu nöqtələrdir və bir də ikinci, fx bərabərdir x kubu minus 2x kvadrat plus x funksiyasının böhran nöqtələrinin sayını özünüz taparsınız. Bu cür misallar bizim model testlər kitabında çoxdur
mən bu misalı izah etdim, amma təbii ki, onların hər birinin ispata ehtiyacı var. Bu nümunələri isə özünüz sərb edərsiniz. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.